Buraxılış imtahanı nömrə 21. 1. Düzdür hamıda. 2. Düzdür hamıda. 3. Düzdür. 3. Səhv olmalıdır. 3-cü sualı görün necə eləyəcək uşaqlar. Deməli, bunun özü qalsın. Toplamasına bir dənə x deyirəm. Və fərz elə ki, bunları alt-alta yazmısınız. A kvadrat üstəgəl 29. Üstəgəlinsin. A kvadrat üstəgəlinsin 5. Bərabərdir x. Və bu ikisini tənliklər sistemi şəklində həll edək. İndi uşaqlar, diqqətlə baxsaz, görərsiniz ki, bunlar bir-birinə qoşmadılar. Qoşma olanları biz adətən nə edirik? Bir-birinə vururuq. Bir-birinə vursam, belə bir şey yaranar da. Birincisinin kvadratı, test topusunda da var idi bu sual. Çıxılsın, ikincisinin kvadratı. Bərabərdir 4x. Kvadrat kökü götürdü, kvadrat kökü götürdü. A kvadrat üstəgəl 29. Çıxılsın A kvadrat, çıxılsın 5. Bərabərdir 4x. A kvadratlar getdi. 25-dən 9 çıxanda, 29-dan 5 çıxanda daha doğrusu. 24 bərabər 4x. X də nəyə bərabər oldu? 6-ya. Başa düşdük? Tamam. Davam edirik. Elə də getmək olar, amma çox uzun çəkir o üsul. İndi baxırıq. 4, 5, 6. 7. 6 düzdür mü uşaqlar? 7 yazmamısan. Yazıram ki, mx bərabərdir. Mənfi 24-ə. İndi nə zaman xətti tənliyin həlli yoxdur? Qaydamız necə idi? Burası 0 olmalıydı. Bura isə 0-dan fərqli. Həqiqətən bura 0-dan fərqlidir. Qaldı bir dənə m-in nə olmağı? 0. Hədə həlli yoxdur da. 0 vurulsun x deyir ki, bax bu nə deyir? Deyir ki, 0-ı x-ə vurub mənfi 24 almışam. Ala bilər? Mümkündür belə bir şey? Xeyr, ona görə də həlli yoxdur. Sonra 8, 9, 10. 8 var, gözləyin. Uşaqlar, 8 nömrəli sualı. Bu suallardan çox işləmişik. Kotangens nəyin nəyə nisbəti idi? Kosinus alfa bölünsün, sinus alfa idi. Bərabərdir mənfi 1. İndi bu misalda, baxın bu misalda ən yüksək dərəcə nədir bəs? 3-dür. Demək ki, hər bir həddini sinusun kubuna bölməliyik. Məqsəd nədir? Burada kotangenslər yaratmaq. Kosinus kubu bölünsün sinus kubu. Nə verdi bizə? Kotangens kubu alfa. Çıxılsın. Sinus kubu böl sinus kubu 1 verdi. Sinus kubu böl sinus kubu yenə 1 verdi. 2 sinus kvadrat alfa kosinus alfanı sinus kubuna böləndə, bax elə ki bunu sinus kubuna bölürəm. Onda bu kubla bu sinus kvadrat tamamilə gedəcək. Kosinus böl sinus, o da kotangens alfadır. İndi uşaqlar, kotangens alfanın yerinə mənfi 1 qoysam, mənfi 1-in kubu mənfi 1, çıx 1. Aşağısı da 1 çıxılsın, 2 vuraq, mənfi 1. Məxrəc oldu 3, yuxarıda oldu mənfi 2. Cavabım mənfi 3-də 2. Çatdı mı? 9 düz yazmışıq. 10 düz yazmışıq. 11 düz yazmışıq. 12 düz yazmışıq. 12 səhvdir. 12. Baxaq 12-yə. 12-də deyir ki, iki oxşar çoxbucaqlının perimetrləri 70 və 80-dir. Bunun biri olsun P1, bir də olsun P2. Birin çoxbucaqlının bir tərəfi 14-dür. Elə bir ki, A1 14-dür. İkinci çoxbucaqlının tərəfini tapın, A2-ni soruşur. Belə bir düsturumuz var idi, xatırlayırsınızsa. P1 böl P2 bərabərdir. Hepsi qutardı, getdi də. Yazacaqsan, deməli, 70 bölünsün 80 bərabərdir 14 bölünsün x. Buradan da x'i tapın. Cavabımız olacaq 16. Tam çatdı. 13 düzdür. Düzdür desəz də inanmaram. Xülasın izah edeyim. Uşaqlar, tangens necə funksiyadır? Deyin tək. Ay sağ ol. Tək funksiya deyə mənfi nə edəcək? Qarşıya atacaq. Onda yazıram. Mənfi tangens 4x bərabərdir. 1 böl köşdə 3 də xoşumuza gələn yazılış deyil. Nə yazacaqsınız yerinə? Köşdə 3 bölünsün 3. İndi buradan tangens 4x nəyə bərabər oldu?
mənfi köşdə 3 bölünsün 3. Bunu da həll eləmək üçün yazmalısınız. 4x bərabərdir mənfi. Köşdə 3 bölü 3'ü alır pi bölü 6'da. Üstə gəlsin dövrü pi k'dır. Onda x sözü də bərabər oldu. Mənfi pi bölünsün 24. Üstə gəlinsin pi k bölünsün 4. Cavabımız oldu Y bəndə. Çatır? Tamam. 14 səhvdir deyirsiniz. Kütləvi şəkildə. Uşaqlar 14-də cavab 6-dır. Hə, biz deyəndə deyəsən cavabı 2 demişdik. Cavab 6-dır. Deməli, həll üsulu necədir qulaq asaq. Misallarda 2b kvadratını görürsünüzsə, bunu mütləq parçalamalısınız. Necə parçalamalısınız? B kvadrat üstə gəl B kvadrat. Üstə gəl 2ab, üstə gəl a kvadratı. Çıx 6b, üstə gəlsin 15. İndi uşaqlar, bax bunun bu hissəsi müxtəsər vurma düsturunu xatırladır mənə. B üstə gəl a-nın kvadratıdır. Sonra b kvadrat çıxılsın 6b üstə gəl. 6-nı bölürdü 2-yə, eləyirdi 3, kvadratı 9. 15-in 9-unu ayırıb qabağa verdimsə, onda 6-sı qaldı özündə. Bəs bunun bu 3-ünə verdi? B çıxılsın kvadratını. Yazıram b plus a-nın kvadratı. B çıxılsın 3-ün kvadratı. Üstə gəlinsin 6. İndi kvadratın da ən kiçik qiyməti 0-dır. Göndərdim bunu 0-a. Bunu da göndərdim 0-a. Cavabımız da nə qaldı aşağılar? 6. Aydındır. 15 düzdürmü? 16 düzdürmü? 16'ını yazmamsan. Bu 16-dan sizə inanın o qədər izah vermişəm. Müstəvini kəsir, müstəvini kəsmir. Bax, müstəvini kəsirsə, çıxıb 2-yə bölməkdir uzları. Kəsmirsə, toplayıb 2-yə bölməkdir. Bu, bunun düstur variantı. Ya da ki, belə görə bilərik. Fikir verin. Deyir ki, AB parçası müstəvini kəsmir. Bir də bunun M orta nöqtəsi var. A nöqtəsindən, M nöqtəsindən, bir də B nöqtəsindən uyğun olaraq A1, M1 və B1-də kəsən paralellər çəkilib. Bura A1'dir, bura M1'dir, burada B1'dir. M M1'i 5 verib, A A1'i 7 verib. İndi B B1'i soruşur, burada deyirəm X. Trapesiya yarandı mı? Trapesiyanın M nöqtəsi yan tərəfinin ortasıdırsa, onda bu M M1 orta xətt olur. X üstə gəlsin 7, böl 2 bərabər olmalıdır 5. X də buradan tapılır 3. Sadədirmi? Məncə çox sadədir. Sonra 17 düzdür, 18 düzdür, 19 hamıda düzdür, 20 düzdür hamıda, 20'ye inanın, 20'ye baxaq. 20 sualımız. Uşaqlar, yuxarıda neçə dənə 15'lü x var? 3 dənə. Yazaram onda 3 dənə 15'lü x. Aşağıda da 5 dənə 3'lü x var. Bərabərdir 375. İndi 3x ilə 15'lü x gedir. Qalır burada 5'lü x. 5'i vurdum 375'ə. Sonra da 3'ə böldüm. Onda 5'lü x bərabər olar. 375 vurulsun 5 bölünsün 3. Bu 3 ilə 175 getdi 125. 625 aldım. İndi 5x-im əgər 625-dirsə, yəni 5/4-dürsə, onda x-in qiyməti olur 4. O 15'i 15 üstü 3 kaçın göstərmək olar? Xeyr. Axı 3 dənə 15x var. Ona görə 3 vurulsun 15x yazmalısan. Başqa heç nə. 21, 22. 22 var. Qalar, bu 22 artıq düz yazılmalıdır axı. Valla, məni qınamayın. Xeyr. Bir dənə də olsun əksik bir şey yoxdur. Belə bir dənə konus çəkirəm. Bax, bu konus şəklidir. Mənə deyir ki, ox kəsiyi düzbucaqlı üçbucaqdır. Sizə demişdim ki, düzbucaqlı üçbucağın düz bucağını həmişə təpədə götürməlisiniz. Burada mərkəzdir. İndi radius 5-dirsə, burada 5 yazıram, burada 5 yazıram. Oldu mu? Uşaqlar, hündürlük çəkəndə fikir verin. Çəkdiyim bu hündürlük qarşı tərəfi həm də yarıya böldü axı. Demək həm də mediandır. Çatırmı? Düzbucaqlı üçbucaqdan bunu bilməliyiz. Demək ki, bura, bura, bir də bura. Üçü də bir-birinə bərabərdir. Bura oldu 5. 5, 5-dirsə, onda bu yan tərəf nə qədər olacaq?
5 köşdə 2. İndi məndən istəyir tam səthinin sahəsini. Tam səthinin sahəsi də necə tapılırdı? PRL üstəgəlsin, yəni yan səthin sahəsi, üstəgəlsin oturacağın sahəsi pi r kvadratı. İndi pi'ləri yerinə 3 qoy, r'in yerinə 5 qoy, l'in yerinə 5 köşdə 2. Üstəgəlsin 3 vur 5'in kvadratı. Belə bir şey aldım. 75 köşdə 2 üstəgəlsin 75. 75 də çıxardın aşağılar. 75 vur köşdə 2 üstəgəl 1. Aydındır. Tamam. 23 düz yazmışıq. Bu çox rahat sual idi. 24 var. 24. 24'ə baxaq. 24. Bir trapesiyanın oturacaqlarından biri hündürlükdən 3 cm böyük. Digər oturacaq isə hündürlükdən 9 cm kiçikdir. Bir dənə trapesiya çəkdim. Hündürlüyə gəlin h deyək uşaqlar. Hündürlüyə h deyirəm. İndi mənə nə dedi? Dedi ki, oturacaqlardan biri hündürlükdən 3 cm böyükdür, digəri 9 cm kiçikdir. Onda h çıx 9 kiçik oturacaq olar. H də gəl 3 də böyük oturacaq olar. İndi bu trapesiyanın oturacaqları və hündürlüyü var. Onda sahəni necə taparam? Yəni, oturacaqlar cəminin yarısı vurulsun hündürlük bərabər olmalıdır nəyə? Trapesiyanın sahəsinə. Birincisi bizə 2h çıx 6'nı verdi. Böl 2. Bir dənə də vurulsun h. Bərabərdir 108. 2 kəsirə bölsəm, tək-tək 2'yə bölün. H çıx 3 vurulsun h. Bərabərdir 108. Onda h nəyə bərabər olar buradan? 12'yə. Onun hündürlüyünü soruşur, cavab oldu 12. Aydındır. Tamam, davam edirik. 25 düz yazmışıq. Gəlin baxaq 25'ə. Gəlin baxaq. Bir cədvəldə ingilis dili kursunun ümumi biliklər və ac qruplarında iştirak edən qızlar və oğlanların sayı göstərmişdir. Ac qrupundakı qızların sayı ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? Uşaqlar, yuxarıdan aşağı baxsaz, oğlanlarla qızların cəmini 90 verib ümumi biliklərdə. Onda yazaram ki, 6x üstəgəlsin 3y bərabərdir 90. İkincisinə baxmış olsaz uşaqlar, x üstəgələ y bərabərdir yazıram 20'yə. Birincisinin hər bir həddi 3'ə bölünür deyə bölürəm 3'ə. Bölək 3'ə birincisini. 2x üstəgələ y bərabərdir 30. İkincisindən də x üstəgələ y bərabərdir 20. Yuxarıdan aşağı çıxanda x bərabər oldu 10. X-in yerinə 10 qoysam, ikincidə y də tapılacaq 10. Demək uşaqlar, bax buraların hər biri 10 imiş. Onda buralara da 10'lar qoysaq, biri 30, biri də olacaq 60. İndi məndən nə istəyir? Bir dəfə də oxuyuram. Deyir ki, ac qrupundakı qızların sayı, ac-də olan qızlar 10 nəfərdir. Ümumi biliklərdəki oğlanların sayının, yəni 30'un hansı hissəsini təşkil edir? Nə oldu cavabım? 3'dədir. Çatdı mı? Tamam.